Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb. Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış icrası yanvarın 22-sinə təyin edilib. Dəniz Əsədova barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib. Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2, 32.4, 313-cü maddələri ilə ittiham verilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur. İttihama görə o Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib, o ümumilikdə dövlətə 1,6 milyon manat ziyan vurub. Dəniz Əsədova daha öncə Binəqədi rayon məhkəməsinin qərarı ilə xüsusi ittiham qaydasında 7 ay azadlıqdan məhrum edilib. Daha sonra digər ittihamla cəzası artırılıb. O, ötən ay Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 4 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb.